Peyğəmbər kimi özünə qardaş görürdü? Daha doğrusu, ümmətdən kimləri özünə qardaş hesab edir? Çoxları ola bilər özlərini Peyğəmbərin yaxını kimi, qardaşı kimi, dostu kimi görüb, ya görməkdədir. Amma Peyğəmbərimiz görək kimləri öz qardaşı hesab edib. Əhlüsünnənin və şiələrin mötəbər hədis mənbələrində belə bir səhih hədis keçir. Əhməd öz müsnədində bunu nəql edir. Bəharul Anvarda da məclisi nəql edir. Bunu Əhlüsünnənin təəssübkeş alimlərindən olan Əlbani səhih hesab edir. Hədisdə Peyğəmbərimiz belə buyurur. Ənəs ibn Malik nəql edir. Ənnən-nəbiyyə qalə vədidtu ənni ləqitu ixvani. Çox istəyirəm qardaşlarımla görüşüm. Qalə əshabuh əvəleysə nəhnu ixvanuk. Biz sənin qardaşların deyilik. Qalə əntum əshabi. Peyğəmbərimiz buyurdu, yox, siz mənim sahabələrimsiz. Vələkin ixvanillədinə əmənu bi və ləm yəravni. Mənim qardaşlarım məni görmədən mənə iman gətirənlərdir.